Buradan bura açıq. Buradan bura açıq. Buradan bura açıq. Bəs nə qaldı bağlı? Nə qaldı bağlı, ay qızım? Abırı həyanı, mən bunu böyüklərdən eşitmişəm. İtin qabağına atıblar, ip söndərib qayıdıb gedib. Abırı həyaya dəyməyib. Biz Azərbaycanlı qızları yox. Düzdür, Ruslar var, xaricilər var. Biz onlarla əyaqlaşa bilmərik, bizim ixtiyarımız yoxdur. Biz İslam dinindən yaranmışıq. Biz Azərbaycan qızıyıq. Bizim gölçək qiriyyətli namuslu analarımız olub. 600 dənə oğullar getdi və əskər. Onların yoldaşları burada qaldı uşaqlarla. Yoldaşlarını apardılar Rus torpağını müdafiə eləməyə. Amma onların həyat yoldaşları qiriyyətlə, namusuna oturub onların yolunu gözlədilər. Amma elələri var idi, qayıtmadılar. Amma analar balaların böyüdüb vətənə oğul elədilər, vətənə qız elədilər. Mən bunu həmişə deyirəm, deyəcəyəm də. İbrət alın. Bizim qiriyyətli, namuslu qızlarımız çoxdur. Amma bir-iki dənəkələri var ki, onlar qanunumuzu da pozurlar. Olmaz elə şey qızım.